Sahib mən belə dedi ki, yəni bu Trumpın qələbəsi və əslində İsrail xalqına böyük xidmətdir. Və Trump öz üçün öz qələbəsinin triumfal bir tamaşasını qurdu və İsrail xalqında qalib elan edir. Doğrudan mı belə idi? Yox, Sahib müəllimlə o fikirlə o baxımdan şərikən müdafiə edirəm ki, bir anlıq əksini təsəvvür edin. Əksini təsəvvür edin ki, bu vəziyyət yetişib, amma sadəcə Trump yoxdur. Və yaxud da ki, 8 ayın məhsuludur. Ondan öncə Biden var idi. Elə həll eləyərsə, Biden həll eləyərsə də. Bu baxımdan Trumpın bu istiqamətdə fədakarlığını mən qeyd eləyərdim. Doğrudan da çox böyük diplomatik işdir və hətta sizin haqqında bəhs etdiyiniz Steven Witkoff haqqında da Knessetdə çıxışında hətta onu təriflədi. Qeyd edər ki, doğrudan da son dərəcə güclü bir diplomat olaraq böyük işlər görüb. Və bu nöqteyi nəzərdən bəli, hesab edirəm ki, necə mən bayaq söylədim ki, burada uduzan tərəf yoxdur, bütün tərəflər uduşlu vəziyyətdədir. Yəni, bütövlükdə regionudur və dünya udur bu nöqteyi nəzərdən. Amma müəllif kimi, təbii ki, Trumpın üzərində çox böyük məsuliyyət düşürdü və dünyanın ən böyük fövqəladə dövlətinin lideri olaraq o hesab edirəm ki, missiyasını yaxşıca yerinə yetirib. Amma biz o qədər də sadəlövh deyilik ki, bilirsiniz, sülh müqaviləsi imzalandı və hesab edir ki, hər şey elə hamar xətlə gedəcək. Yox, belə düşünmək sadəlövhlük olardı.